Salam aleyküm, Kərim Vloqxanla hamınızı salamlayıram. Sizə bu gün nə haqqda danışmaq istəyirəm, nə mövzu haqqında danışmaq istəyirəm. Çox insan Avropaya gəlir. Yəni bu Avropaya gələnlər 1 ay, 2 ay, 3 ay durur və sonra varıb gedir. Yəni çətinliklərlə qarşılaşır, alındıramırlar və yaxud da işlədiyi yerlər çətin olur. Sizə bu haqqda biraz danışmaq istəyirəm. Mənim başıma gələn bir hadisə var ilk gəldiyim günlərdə. Mən vətənimdən bura gələndə ilk günlərimdə mən heç bir işə gəlməmişdim. Yəni plus da ki, mənim əlimdə 12 Pro Max telefonu idi və həmin o telefonun da iCloud-unu lambarda qoyub gəlmişəm. Sizə nəyi demək istəyirəm? Yəni nə WhatsApp var, iCloud da olduğu üçün telefonumun WhatsApp-dan güncəlləmə gəldi və həmin o güncəlləmədən sonra WhatsApp silindi. Çünki iCloud olmayandan sonra iPhone işlədənlər bilir, iCloud olmayandan sonra işləmək olmur. Sadəcə telefonumda Telegram, Facebook və TikTok var. Mən heç bir işim olmadan gəlmişəm. Yəni o dərəcə vətəndən bezmişdim. Kasıbçılıqdan bezmişdim və çıxıb birbaşa özümü Varşavaya vurmuşdum. Heç bir iş güc yoxdur ha. Həmin gəldiyim fəsillərdə noyabrın 6-sı mən Varşavaya girdim. Elə bir soyuqda and olsun Allaha, elə bir soyuqdur. Yəni Avropada yaşayanlar bilir, əsasən Polşanın havasını heç cürə sevmirəm. Yayı nə bilinmir yaydır, qışı nə bilinmir qışdır. Qışı yaxşı biliriz, amma bilirsən gün çıxır. Çox güclü qışı var. Burnumuzu kəsir, doğrucunda kutkam yox idi, sumkam da əlimdə. Getmişəm Varşavada, Varşavaya gələnlər bilir, saat var orada, hamı orada şəkil çəkdirir. Orada durmuşam, ondan sonra getmişəm, oturmuşam orada, ondan sonra getmişəm vağzala. Tramvayla olan vağzala. Sumkamın üstündə bir gün yatmışam. Yəni, çünki hara edəcəyimi, nə edəcəyimi bilmirəm axı. Sumkamın üstündə yatmışam. Və ondan sonra Facebookda elanlarda baxırıq, iş gəzirəm. Və heç kimdən də əlaqə saxlamırıq. Yəni ki, 2 gün, 1 gün, 2 gün, 3 gün ancaq yollarda. Oraya gedirik, buraya gedirik. Mənim yanımda biri var, adı Eminurdur. Tramvaylarla oraya gedirik, buraya gedirik. Yəni mənim başıma Polşa gələndən gəlməyən qalmıyor. Yollarda yatmışıq, tramvaylarda yatmışıq, vağzallarda yatmışıq. Yəni tembolda qış paltarımız yoxdur, donquruq. Ayaqqabımızda cında material ayaqqabıdır, sapaçı yox idi. Yəni it gün çəkirdi. Yemək pulumuz yox idi. Ancaq aldığımız nə idi? O yox edəndə yəni hesablasaq ikimizin cibimizdə yəni 50-60 dollar ancaq olardı. Yemək pulumuz yox, yol pulunu yollara verək, maşınlara verək. Acından da nəfəsini çıxarsa, yəni demək istədiyim nədir? Həmin o vədələrindən yaşaya-yaşaya səbr elədim. Həmin o qaqaş da səbr elədi. Yəni düzdür, bezdiyimiz, dirəndiyimiz günlər oldu. Amma vətəndə çəkdiyimiz çətinlikləri göz qabağına gətirəndən sonra bir də geri qayıtmaq fikirləşmədim. Ancaq irəli bastıq. Bu da keçəcək, bu da keçəcək. Yəni bu söz mənə çox ləzzət eləyir, bu da keçər. Yəni yaxşı günün varsa çox sevinmə. Bir ki o da keçicidir. Pis günün varsa çox da kədərlənmə, o da keçicidir. Yəni demək istədiyim nədir? Həmin o burada keçəcək sözü o çətinliklərdən dözə səbr eləyə. Həmin o qaqaş da bu dəqiqənin özündə özünü düzəltdi. Hal-hazırki vəziyyətdə o da dönər də işləyir. Və imkanını düzəltdi, problemlərini rişət elədi. Bu cibində, bu cibində Allah özünə versin, qazancını artıq eləsin. Cibində pulu, parası var. Ücə Polşada, yəni o qaldığı məntəqədə öz vətən kimi hər yerini bilir və hər yerini rahat gəzir. Yəni bugün gündə min şükür Allaha mənim özümdə problemlərdən çıxdım, çətinliklərdən çıxdım.
və hal-hazırda qaldığım məntəqədə, bu qaldığım şəhərdə öz elim obam kimi hərrənirəm. Amma bir də bunu yadınıza saxlayın ki, çalışın Avropaya gəlmədən qabaq, yəni gəlsəniz belə ən birinci üstünlüyü sənədlərə verin. Sənədləriniz düz olmasa burada qaçqın kimisiniz. Gürcüstan vətəndaşlarının 3 ay burada vaxtı var. Əgər Pikraşe ilə gəlibsə, iş vizasının zaten hamı bilir ki, 1 illik vaxtı var. Nəysə demək istədim bu qədər. Çalışın. Düşdüyünüz çətinliklərdən qorxub çəkinməyin. O da keçəcək. Amma düşdüyünüz xoş günlərdən də o qədər sevinməyin və özünüzü buraxmayın. Qoymayın pul sizi şey etsin, suyuna salsın. Yadınıza saxlayın, o da keçəcək. Yaxşı günlər də keçəcək, pis günlər keçəcək. Sağ olun, abunə olsanız həqiqətən çox sevinərəm. Bəyənin, Allah'a emanet olun. Vallahi abunə olanda barmağınız qırılmayacaq. Hadi Allah'a emanet olun.